Bakıda yolu keçən şəxsi motosiklet vurub. Hadisə paytaxtın Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb ediliblər. Qeyd olunur ki, motosiklet sürücüsünün vəziyyəti orta, yolu keçən şəxsin vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır. Bakının Sabunçu rayonunda arvadının üzünə bıçaqla xəsarət yetirib qulağını kəsən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məlumat verib. O bildirib ki, aprelin 4-də Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisində həyat yoldaşına xəsarət yetirən İntiqam Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət işi açılıb. Araşdırma aparılır.